Qoç. Gün vacib məsələlər üçün əlverişli olacaq. Demək olar ki, heç bir səy göstərmədən onlarla necə məşğul olacağınızı, istədiyiniz nəticəni necə əldə edəcəyinizi tez başa düşəcəksiniz. Köhnə dostlar kömək etməyə hazır olacaqlar. Onların dəstəyi sayəsində əvvəllər demək olar ki, keçilməz görünən çətinliklərin öhdəsindən gələcəksiniz. Köhnə əlaqələri bərpa edə, əvvəllər birlikdə işlədiyiniz, ümumi iş apardığınız insanlarla bir araya gələ bilərsiniz. Bir çoxlarını yaxşı xəbərlər gözləyir. Maraqlı təkliflər istisna deyil, çox düşünmədən onlarla razılaşacaqsınız və peşman olmayacaqsınız. Gün yeni imkanlar açacaq, zövq verəcək və ruhlandıracaq. Liderlik keyfiyyətləriniz bugün xüsusilə parlaq olacaq. Fikirlərinizlə başqalarını maraqlandırmaq asan olacaq, müxtəlif insanlar fikirlərinizi dinləyəcək. Bəzi qoçlar bugün hər kəsə nəinki müstəqil işləməyi, həm də başqalarına rəhbərlik etməyi bacardıqlarını xüsusilə inandırıcı şəkildə sübut edəcəklər. Heç yerə tələsməyin. Ətrafınızdakı insanlar öz maraqlarını rəhbər tutaraq sizə doğru tələsəcəklər. Onlar üçün cəld hərəkət edib qərarlar qəbul etməyiniz daha sərfəlidir. Ancaq düşünmək və vəziyyəti hər tərəfli öyrənmək üçün kifayət qədər vaxtınız olacaq. Gün ünsiyyət üçün əlverişli olacaq. Həm işgüzar görüşlər, həm də şəxsi görüşlər yaxşı keçəcək, çox fərqli insanlarla ünsiyyət qurmaq sizin üçün asan olacaq. Maraqlı tanışlıqlar ola bilər. Bəzi qoçlar son vaxtlar çox darıxdıqları köhnə dostlarını görəcəklər. Səfərlər planlaşdıra bilərsiniz, yaxşı alınacaqlar. Gündəlik cədvəlinizə sadiq qalmağa çalışın, diqqət tələb edən işləri uzun müddətə təxirə salmayın. Gördüyünüz hər işə ciddi yanaşsanız, istənilən çətinliyin öhdəsindən gələ biləcəksiniz. Bəzi mühüm peşəkar məqsədlərə nail olmaq şansınız olacaq. Özünüz təşəbbüs göstərsəniz, geri çəkilməsəniz və sizə maraqlı bir şey təklif olunana qədər gözləsəniz, gün çox məhsuldar olacaq. Maraqlı bir iş tapan kimi bunu sizinlə birlikdə görmək istəyənlər də olacaq. Günün ortasına qədər böyük alış-veriş etməmək daha yaxşıdır. Maliyyə vəsaitlərinin boş yerə xərclənməsi riski var, bu yeganə pis məqamdır. Digər bütün sahələrdə müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək ki, həyatdan şikayətlənməyə heç bir əsasınız qalmayacaq. Nəticədə sevinmək üçün kifayət qədər səbəbləriniz olacaq. Səhər nə ilə məşğul olsanız da, unutmayın ki, tez bir zamanda uğur qazana bilməyəcəksiniz. Çətinliklər heç gözləmədiyiniz yerdə də yarana bilər. Bədbəxt təsadüflər, anlaşılmazlıqlar ola bilər ki, buna görə də başladığınız işi vaxtında başa çatdırmaq mümkün olmayacaq. Amma siz səbr edəcəksiniz və əlbəttə ki, başladığınız işdən əl çəkməyəcəksiniz. Beləliklə, yenə də uğur qazanacaqsınız. Müsbət tendensiyaların təsiri zaman keçdikcə artacaq. Günün ikinci yarısı birincidən daha uğurlu olacaq, daha çox imkanlar açacaq. Ola bilər ki, bu zaman sizin müttəfiqləriniz və yeni dostlarınız ortaya çıxacaq. Buğa. Günün əvvəlində təlaşdan qaçmaq çətin olacaq. Sənədlərin tərtibi və işlənməsi ilə məşğul olan, dövlət təşkilatlarına müraciət etməyə hazırlaşan bürc nümayəndələri üçün bu dəfə xüsusilə çətin olacaq. Burada işlər plana uyğun getməyə bilər, gözlənilməz problemləri həll etməli olacaqsınız. Günün ikinci yarısı tamamilə fərqli olacaq. Müsbət tendensiyaların təsiri artacaq, bir çox təşəbbüsləriniz uğurlu olacaq. Çox sevinəcəyiniz görüşlər və çox maraqlı tanışlıqlar ola bilər. Başqalarının dediklərinə qulaq asın, səhvlərdən qaçmağınıza kömək edəcək faydalı məlumat və ya məntiqli məsləhətlər almaq şansınız var. Maliyyə məsələlərinin həllində başqalarının təcrübəsi xüsusilə faydalı olacaq. Bu yaxınlarda yeni bir sahədə fəaliyyətə başlayan buğalar üçün də faydalı gün olacaq. Yeri gəlmişkən, bürcün belə nümayəndələri bugün faydalı əlaqələr qurmaq imkanı əldə edəcəklər. Yaxınlarınızla fikir ayrılıqları, hətta bəzi sadə və çox da vacib olmayan məsələlər üzərində qızğın mübahisələr istisna edilmir. Xoşbəxtlikdən hər şey tez həll olunacaq və hər kəsin xoşuna gələcək bir həll yolu mütləq tapılacaq. Bugün başqaları ilə münasibət qurmaq həmişəkindən daha çətin olacaq. Uzun müddətdir davam edən fikir ayrılıqları kəskinləşə bilər, xırda işlər üzərində münaqişələr və mübahisələr istisna edilmir. İşgüzar əlaqələrdə diqqətli olmağa dəyər. Çox söz verənlərə və ya sizi şübhəli işlərə cəlb etməyə çalışanlara etibar etməyin. Təəssüf ki, bugün belə insanlar çox olacaq. Oxumağa, işə və digər faydalı fəaliyyətlərə diqqət yetirmək yaxşı olacaq.
Təxəyyül, yaradıcılıq və işlərə qeyri-standart baxış tələb olunan yerdə uğur qazanmaq sizin üçün asan olacaq. Gün yaxşı keçəcək, amma yenə də narahatlıq üçün səbəb olacaq. Bugün bəzi ailəvi tədbirlərə gedən buğalar üçün asan olmayacaq. Qohumlarla, xüsusən də yaşlılarla münasibət qurmaq həmişəkindən bir qədər çətin olacaq. Ancaq mübahisələrdən yenə də qaçmaq olar və ciddi münaqişələr üçün heç bir səbəb olmayacaq. Amma dostlarla keçirdiyiniz vaxt çox canlı emosiyalar verəcək. Onlar, şübhəsiz ki, maraqlı bir şey təklif edəcəklər və fikirləriniz böyük həvəslə dəstəklənəcək. Gözlənilməz hədiyyələr, sürprizlər, eləcə də məmnuniyyətlə qəbul edəcəyiniz dəvətlər mümkündür. İşdə gecikmələr ola bilər, lakin ümumilikdə gün yaxşı keçəcək. Qərar verməkdə tələsməməyə və onları yerinə yetirə biləcəyinizə ən kiçik bir şübhəniz varsa, heç bir ciddi öhdəlik götürməməyə çalışın. İşgüzar münasibətlərdə aydınlıq vacibdir, yalnız sınanmış müttəfiqlərə etibar etmək daha yaxşıdır. Gün yaxınlarınızla ünsiyyət, dostlarla və romantik görüşlər üçün əlverişli olacaq. Səfərlər yaxşı nəticələnəcək, xüsusən də sevdiyiniz insanla yola çıxsanız. Gözlənilməz hədiyyələr, xoş sürprizlər mümkündür. Əkizlər. Sizi heyrətamiz hadisələr, eləcə də dərhal yararlanmaq istəyəcəyiniz fürsətlərlə zəngin olan parlaq gün gözləyir. Bir çoxlarını xoş tanışlıqlar gözləyir. Bəzi görüşlər həyatınızda mühüm rol oynayacaq. Yəqin ki, dostluq və ya romantik münasibətlərin başlanğıcı baş tutacaq. Bugün xüsusilə israrlı olacaqsınız, buna görə də əvvəllər demək olar ki, qeyri-mümkün görünən hədəflərə mütləq nail olacaqsınız. Köhnə rəqiblərinizi məğlub edəcəksiniz, bədxahlarınızı tərk-islah edəcəksiniz. Əvvəllər sizi kiçik hesab edən insanlar nə qədər səhv etdiklərini anlayacaqlar. Gün yeni işə başlamaq üçün münasibdir. Siz tez ilk uğurlara nail olacaqsınız və sonra hara gedəcəyinizi anlayacaqsınız. Dərhal köməkçilər tapmaq mümkün olmayacaq, ancaq təşəbbüslərinizi dəstəkləmək istəyənlər biraz sonra mütləq ortaya çıxacaqlar. Gözlənilməz mənbələr də daxil olmaqla kiçik maliyyə daxil olmaları mümkündür. Köhnə dostunuzla və ya sizi yaxşı tanıyan və başa düşən başqa bir insanla görüşmək çox xoş olacaq. Romantik bir görüşdə məyus etməyəcək, şübhəsiz ki, qeyri-adi və yadda qalan olacaq. Gün ünsiyyət üçün əlverişli olacaq. Müxtəlif insanlarla asanlıqla anlaşa, yeni tanışlarla tez bir zamanda ümumi dil tapa bilərsiniz. Maraqlı iş təklifləri ola bilər. Keçmişdə qazandığınız bilik və təcrübədən faydalanacaqsınız. Onların sayəsində siz biznesdə nəzərə çarpacaq irəliləyiş əldə edəcəksiniz. Yalnız maliyyə məsələləri ilə məşğul olanda ehtiyatlı olmaq tələb olunacaq. Burada hər hansı qeyri-ciddi təzahür çətinliklərə çevrilə və səhvlərə səbəb ola bilər. Alış-veriş və investisiyalarla bağlı qərarlara tələsməmək daha yaxşıdır. Borc almaq da arzu olunmazdır. Bugün üçün hansı planlar qursanız da onları həyata keçirərkən yalnız öz gücünüzə, biliyinizə və sağlam düşüncənizə arxalanın. Tanışların müdaxiləsi problemlərə və xoşagəlməz anlaşılmazlıqlara səbəb olacaq. Ola bilsin ki, hətta ən yaxınlarınız da tamamilə istəmədən sizə pis kömək göstərsinlər. Ətrafınızdakı insanlardan gözləntiləriniz nə qədər az olarsa, başqaları ilə ortaq dil tapmaq bir o qədər asan olar. Axşam həm mehriban görüş, həm kiçik bir ailə bayramı, həm də qeyri-adi şəraitdə romantik görüş üçün ideal zamandır. Gün kifayət qədər yorucu olacaq, çox işiniz var, çətin işləri həll edəcəksiniz. İş prosesində öyrənməyə hazır olun, əvvəllər əldə edilmiş bilik məqsədə çatmaq üçün kifayət etməyə bilər. Xoşbəxtlikdən, yaxınlıqda kömək və məsləhət üçün müraciət edə biləcəyiniz insanlar olacaq. Onlar sizə dəstək olmaqdan məmnun olacaqlar. Günün ilk yarısı çoxlu narahatlıqlar gətirəcək, ikinci yarısı isə daha uğurlu olacaq. Bu zaman həm də maliyyə məsələlərinin həlli üçün münasibdir. Xərçəng. Gün şübhəsiz ki, bəzi sürprizlər, heyrətamiz təsadüflər, qəribə hadisələr gətirəcək. Sakit qalmaq çətin olacaq. Bugün başqa vaxt diqqət etmədiyiniz xırda məsələlərə görə əsəbi ola bilərsiniz. Ancaq yaxınlıqda sizi dəstəkləyəcək, sizi ruhlandırmağa çalışacaq, maraqlı nəsə təklif edəcək insanlar olacaq. Tədqiqatlarda və yaradıcı fəaliyyətlərdə, eləcə də təxəyyül və ixtiraçılıq tələb olunan fəaliyyətlərdə uğur ehtimalı yüksəkdir. Konsentrasiya, yüksək diqqət tələb edən işlərlə məşğul olmaq yetirmək daha çətin olacaq.
Gün əvvəllər anlaşa bilmədiyiniz insanlarla ünsiyyət üçün münasibdir. Bu dəfə ortaq dil tapmaq gözlənilmədən asan olacaq. Belə çıxacaq ki, maraqlarınız və baxışlarınız əsasən oxşardır və əvvəlki fikir ayrılıqları yalnız anlaşılmazlıq səbəbindən yaranıb. Bəzi xərçənglər hətta pis niyyətli insanlarla yola gedə biləcəklər. Bugün adi işlər asan olacaq, çox şeyə vaxtınız olacaq. Yeni problemləri həll edərkən daha diqqətli olmaq lazımdır. Burada düzgün cavablar həmişə səthdə olmayacaq, vəziyyəti anlamaq üçün vaxt lazım ola bilər. Sakitliyinizi saxlamaq asan olmayacaq. Günün emosional fonu kifayət qədər gərgin ola bilər və həssas xərçənglərin əhval-ruhiyyəsi tez-tez dəyişəcək. Hazırda idarə edə bilmədiyiniz işlərdən narahat olmamağa çalışın. Uğurla başa çatması sizin üçün vacib olan praktiki problemlərin, konkret işlərin həllinə diqqət yetirmək daha yaxşıdır. Günün ikinci yarısı mühüm məsələlərin müzakirəsi, ciddi söhbətlər üçün münasib olacaq. Ola bilsin ki, bu zaman bəzi ailə problemlərini həll etmək, çətin vəziyyətdə qalan sevdiyiniz insana kömək etmək üçün bir yol tapacaqsınız. Günün əvvəlində çətin işlərlə məşğul olmayın. Vacib görüşlər də təxirə salınmalıdır. Səhər sizin üçün düzgün sözləri tapmaq və xoş təəssürat yaradacaq hərəkət istiqamətini seçmək daha çətin olacaq. İstirahət etmək, gücünüzü bərpa etmək, yorucu olmayan, lakin maraqlı bir iş görmək çox faydalı olacaq. Dərhal özünüzü daha şən hiss edəcəksiniz. Ancaq günün ikinci yarısı ciddi, məsuliyyətli və diqqət tələb edən hər iş üçün uyğundur. Bu zaman diqqətinizi cəmləmək sizin üçün asan olacaq, intuisiyanız sizə ən yaxşısını etməyin yolunu göstərəcək və yaxınlıqda kömək və dəstək verməyə hazır olan insanlar da olacaq. Səbr edin. Hər şey dərhal yaxşı alınmayacaq, məqsədə çatmaq üçün çox çalışmalı olacaqsınız. İş tapşırıqları düşündüyünüzdən daha çətin ola bilər. Ola bilsin ki, başqalarının səhvlərini düzəltməli və ya başqalarının yarımçıq buraxdığı işləri yarı yolda bitirməli olacaqsınız. Bu, asan olmayacaq, amma hər şeyin öhdəsindən gələ bilərsiniz. Bəzi xərçənglər gözləniləndən daha yaxşı nəticələr əldə edəcəklər. Günün ikinci yarısı maliyyə məsələlərinin həlli üçün əlverişli olacaq. Bu, həm də alış-veriş zamanıdır. Özünüzü və yaxınlarınızı uzun müddət sevindirəcək əşyalar ala biləcəksiniz. Şiir. Gün biznes sahəsində çoxlu sürprizlər gətirəcək. Çox güman ki, əvvəllər qurduğunuz planların həyata keçirilməsini təxirə salmalı və tamamilə yeni bir iş götürməli olacaqsınız. Bununla belə ciddi çətinliklər olmayacaq, hər şeyin öhdəsindən gələcək və uğur qazanacaqsınız. Maliyyə məsələlərində ehtiyatlı olmaq lazımdır. Maliyyə vəsaitlərinizi xərcləməzdən əvvəl 2 dəfə düşünün. Günün ikinci yarısı ünsiyyət, köhnə dostlarla görüşlər üçün əlverişli olacaq. Yaxşı bir əhatədə əla vaxt keçirəcəksiniz. Axşam sizi romantik sürprizlər sevindirəcək. Başqaları ilə münasibətlər rəvan inkişaf etməyəcək. Münaqişələr və fikir ayrılıqları, xırda məsələlər üstündə mübahisələr mümkündür. Çox inadkar olmayın, sadəcə olaraq müzakirələrdə vaxta qənaət etmək və işləri daha tez həll etmək üçün kiçik güzəştlər etməyi düşünün. Özbaşına hərəkət etsəniz, biznesdə nəzərə çarpacaq irəliləyiş əldə edəcəksiniz, heç kimdən dəstək gözləməyəcəksiniz. Çoxdan əldə edilmiş və tamamilə faydasız görünən biliklər faydalı olacaq. Ola bilər ki, hazırki uğurunuz çox nüfuzlu insanların diqqətini cəlb etsin, tezliklə maraqlı təkliflər alacaqsınız. Gün əzmkarlıq tələb edəcək. Hər şey dərhal istədiyiniz kimi alınmayacaq. Amma başladığınız işdən əl çəkməsəniz, şübhəsiz ki, bir çox işlərdə, o cümlədən ən çətin işlərdə uğur qazanacaqsınız. Səhər maliyyə məsələləri ilə məşğul olarkən daha diqqətli olmalısınız, sonradan əməliyyatlar və alış-veriş üçün uyğun vaxt gələcək. Ətrafınızdakı insanlar həmişəkindən daha tez-tez işlərinizi qarışacaq, bəzən sizi ciddi şəkildə bezdirəcəklər. Hələ də xoş davranmağa çalışın, mənfi emosiyalara qapılmayın. Bu, bir çox ciddi problemlərdən qaçmağa kömək edəcək. Nəhayət, uzun müddətdir düşündüyünüz suallara cavablar olacaq və çox işlər daha da asanlaşacaq. Həm də uzun müddət əvvəl diqqət tələb edən darıxdırıcı işlərlə məşğul olacaqsınız və məmnuniyyətlə daha maraqlı bir işə də baş vuracaqsınız. Səfərlər yaxşı keçəcək, xüsusən də köhnə dostların dəvəti ilə getsəniz. Ətrafınızda baş verənləri diqqətlə izləməyə çalışın. Bu yolla siz faydalı məlumat əldə etmək, tezliklə faydalı ola biləcək məlumatları başqalarından əvvəl öyrənmək şansınız olacaq.
Başqalarının təcrübəsi sayəsində öz səhvlərinizdən qaça bilərsiniz. Günün əvvəlində sakit qalmaq asan olmayacaq. Bu dövr gərgin emosional fon ilə xarakterizə olunacaq, səbəbini həqiqətən anlamadan əsəbləşməyə başlamağınız mümkündür. Bəzi şirlər başqaları ilə anlaşmaqda çətinlik çəkəcəklər, lakin bürcün əksər nümayəndələri ciddi münaqişələrdən qaça biləcəklər. Günün ikinci yarısı yaxşılığa doğru dəyişikliklər, yaxşı təsadüflər, bəzi xoş hadisələr vəd edir. Gözlənilməz görüşlər mümkündür. Yeni bir tanışlığın dostluq və ya romantik münasibətlərə yol açması da mümkündür. Qız, bugün nə olsa da sakit qalmağa çalışın. Bu, həmişə asan olmayacaq, çünki emosional fon olduqca qeyri-sabit olacaq. Faydalı işlər, praktiki problemlərin həlli sınaqların öhdəsindən gəlməyə kömək edəcəkdir. Maliyyə məsələlərini həll etməyə tələsməmək daha yaxşıdır. Burada nəyisə gözdən qaçırmaq riskiniz var. Yaxınlarınızla xırda fikir ayrılıqları ola bilər. Vəziyyəti ağırlaşdırmamağa çalışın. Düzgün tonu seçsəniz, münasibətlər tez yaxşılaşacaq, ünsiyyət yenidən canlı emosiyalar verəcək. Gün gərgin keçəcək. Çox güman ki, bir anda bir neçə işin öhdəsindən gəlməli olacaqsınız, təkcə öz problemlərinizi deyil, həm də başqalarının problemlərini həll etməlisiniz. Bəzi planlaşdırılan görüşlər təxirə salınmalı olacaq, lakin tezliklə onlar mütləq baş tutacaq və gözlədiyinizdən də yaxşı keçəcək. Nağd maliyyə daxil olmaları, o cümlədən gözlənilməz mənbələrdən gəliriniz ola bilər. Hədiyyələr istisna edilmir, bəzi qızlar çoxdan xəyal etdiklərini bugün alacaqlar. Axşam sizi özünüz və yaxınlarınız üçün vacib olan gözəl xəbərlər sevindirəcək. Bugün hər hansı daxil olan məlumatı yoxlamaq vərdişi sizin üçün çox faydalı olacaq. Kiminsə bilmədən sizi yoldan çıxarması və ya sizi aldatmağa çalışması riski var, ancaq hər şeyi tam başa düşməyincə qərar qəbul etməyəcəksiniz, ona görə də səhv etməyəcəksiniz. Ailə işlərinə fokuslanmağa, yaxınlarına diqqət ayırmağa qərar verən qızlar əla gün keçirəcəklər. Bürcün belə nümayəndələrini çox xoş sürprizlər gözləyir. Gözlənilməz mənbələrdən hədiyyələr və kiçik maliyyə daxil olmaları istisna edilmir. Hobbinizi paylaşan insanlarla söhbət etmək, onlarla birlikdə maraqlı işlər görmək üçün yaxşı gündür. Onlarla fikir mübadiləsi aparmaq, yaxın keçmişin mühüm hadisələri haqqında təəssürat mübadiləsi aparmaq çox faydalı olacaq. Hətta mübahisələr də faydalı ola bilər, çünki onların sayəsində çox uğurlu həll yolları tapılacaq. Gün şübhəsiz ki, bəzi sevincli hadisələr gətirəcək və eyni zamanda ən ixtiraçı qızlara çoxdan can atdıqları hədəfə nail olmaq şansı verəcək. Sizdən tələb olunan tək şey keçici istəklərə təslim olmamaq və əvvəllər verilən vədləri xatırlamaqdır. Mübahisələrin qarşısını almaq mümkün deyil. Bugün ətrafınızdakılarla ortaq dil tapmaq həmişəkindən daha çətin olacaq. İşdə münaqişələr istisna edilmir ki, bu da başladığınız işin öhdəsindən vaxtında gəlməyə mane ola bilər. Bununla belə heç bir ciddi problem olmayacaq, doğru zamanda diqqətinizi toplayıb yetişəcəksiniz. Günün ikinci yarısı yaxşı ideyalar, eləcə də yaxın gələcəkdə həyata keçirmək istədiyiniz yeni planlar gətirəcək. Köhnə dostlarla, sizi yaxşı tanıyan və hər şeydə sizə dəstək olan insanlarla görüşməkdən məmnun qalacaqsınız. Tərəzi. Gün çoxlu narahatlıqlar gətirə bilər. Siz təkcə öz işinizlə məşğul olmamalı, həm də başqalarının problemlərini həll etməlisiniz. Həmişə asan olmayacaq, amma bunu edə bilərsiniz. Xoşməramlılıq və nikbinliyinizi qorumaq mümkün olacaq. Başqalarına qəzəblənməyəcəksiniz və onların əhvalınızı korlamasına imkan verməyəcəksiniz. Sevdiklərinizlə ünsiyyətdə olmaq sevincli olacaq. Axşam üçün ailə tədbirləri, dostluq və ya romantik görüşlər planlaşdıra bilərsiniz. Bütün bunlar çox parlaq emosiyalar verəcək. Maraqlı səyahətə çıxmaq imkanı olacaq. Çox işiniz var, müxtəlif tapşırıqlar həll edilməli olacaq, lakin siz onların öhdəsindən mükəmməl gələcəksiniz. Burada təkcə sizin bilikləriniz deyil, həm də insanlarla ünsiyyət qurmaq, onlara münasibət tapmaq bacarığınız faydalı olacaq. Bəzi tərəzilər bugün uzun müddət əməkdaşlıq edəcəkləri insanlarla görüşəcəklər. Bugün xoşuna gəlmək istədiyiniz insanlarla ünsiyyət üçün münasibdir. İntuisiyanız sizə yeni tanışlar haqqında düzgün təəssürat yaratmağa və köhnələri daha yaxşı başa düşməyə kömək edəcək. Axşam sevənlərin uzun müddət yaddaşında qalacaq romantik sürprizlər vəd edilir.
Gün istənilən vacib məsələnin həlli üçün münasibdir. Detallara diqqətli olacaqsınız, nəticə çıxarmağa tələsməyin ki, heç kim sizi çaşdıra bilməsin. Uzun müddətli planlar qura, dostlarınız və köhnə tanışlarınızla planlarınızı həyata keçirməyin müxtəlif yollarını müzakirə edə bilərsiniz. Yaxşı məsləhətlər alacaqsınız. Romantik görüşlər yaxşı alınacaq. Əgər kimdəsə yaxşı təəssürat yaratmaq istəyirsinizsə, bunu asanlıqla edə bilərsiniz. Ən həssas tərəzilər sevgidə başını itirmə riski ilə üzləşəcək, yeni bir tanışa dərhal aşiq ola bilərlər. Bugün qətiyyən darıxmayacaqsınız, çünki sizi qeyri-adi görüşlər, maraqlı söhbətlər və imtina etmək istəməyəcəyiniz təkliflər gözləyir. Bəzi tərəzilər nəhayət ki, uzun müddətdir gözlədikləri xəbəri alacaqlar və bürc nümayəndələrinin narahatlıqları dərhal daha da azalacaq. Özünüzdən mümkün olmayanı tələb etməməyə çalışın. Möhtəşəm planlar qurmamaq daha yaxşıdır, çünki gözlənilməz hadisəyə görə hər şey gözlədiyiniz kimi alınmaya bilər. Ən vacib və təcili ilə başlayın, çünki günün ilk yarısı xüsusilə əlverişli və məhsuldar olacaq. Günün gözlədiyiniz kimi keçəcəyi ehtimalı azdır. Qəfildən yeni vəzifələr və narahatlıqlar yarana bilər, yad adamların qayğısına qalmaq üçün öz işlərinizi təxirə salmalı ola bilərsiniz. Eyni anda bir neçə məsələ ilə məşğul olmağa, eyni anda çox şey haqqında düşünməyə hazır olun. Bu asan deyil, ancaq yaxşı olacaq. Günün əvvəli maliyyə məsələlərinin həlli üçün münasibdir. Burada intuisiyanıza arxalana bilərsiniz. O, maliyyə vəsaitlərinizi necə idarə edəcəyinizi, hansı alış-veriş edəcəyinizi sizə xəbər verəcək. Sonradan şəxsi işlər ön plana çıxacaq, yaxınlarınıza fikir vermək istəyəcəksiniz. Əqrəb. Gün maraqlı ideyalar gətirəcək və siz dərhal onları həyata keçirməyə başlamaq istəyəcəksiniz. Ancaq əvvəllər başladığınız işi bitirməlisiniz. Bunu etdiyinizə əmin olun, əks halda düzgün qərar qəbul etməyin çətin olacağı qarışıqlıq yaranacaq. Ulduzlar bugün xüsusilə intellektual işlə, elmi araşdırma və yaradıcılıqla məşğul olanlar üçün əlverişli olacaq. Kiçik maliyyə gəliri ehtimalı var aldığınızı xərcləməyə tələsməyin. Bu məbləğ tezliklə başqa bir məqsəd üçün faydalı ola bilər. Spontan alışların uğurlu olma ehtimalı azdır. Heç yerə tələsməyin, bugün buna ehtiyac yoxdur. Gün təşkilati məsələlərin həlli, işləri qaydaya salmaq, sənədləşmə işləri, dövlət qurumları ilə əlaqə saxlamaq üçün münasibdir. Gözlənilməz xərclər mümkündür, lakin onlar özünü doğruldacaq və büdcənizə ciddi zərbə vurmayacaq. Bununla belə, çoxdan diqqət tələb edən planlaşdırılan işləri və vəzifələri unutmamaq lazımdır. Bugün hər şeyi sonraya təxirə salmaq və biraz dincəlmək üçün böyük bir təhrik olacaq. Ancaq bunu etməməlisiniz, maraqlı fürsətləri əldən vermək riski var, ciddi əhval-ruhiyyəyə köklənmək asan olmayacaq. Çox güman ki, işləri sonraya təxirə salıb biraz dincəlmək istəyəcəksiniz. Ancaq bunun üçün şərtlər əlverişli olmayacaq, buna görə də tənbəllik etməyin və mümkün qədər erkən hərəkət etməyə başlayın. Ola bilər ki, onların həllində buraxılmış səhvləri düzəltmək üçün bəzi köhnə problemlərə qayıtmalı olacaqsınız. Gün şəxsi münasibətlər baxımından çox əlverişli olacaq. Dostlarla görüşmək, bir növ ailə tədbiri və romantik bir görüş üçün çox uyğundur. Eyni anda bir neçə işi görmək, son vaxtlar sizi və yaxınlarınızı narahat edən bütün məsələləri bir anda həll etmək istəyəcəksiniz. Təəssüf ki, bu üsulun uğur qazanacağı ehtimalı azdır. Amma ardıcıl hərəkət etsəniz, o zaman hər şey vaxtında olacaq və siz tükənməyəcəksiniz. Lazımsız təlaşdan qaçmaq, soyuqqanlılıq və uğura inamı qorumaq vacibdir. Bir çox tanışlar üçün və təkcə onlar üçün deyil, bugün dəstəyiniz və köməyiniz xüsusilə vacib olacaq. Ancaq öz işlərinizi ataraq başqalarının problemləri ilə məşğul olmazdan əvvəl bunun lazım olub olmadığını düşünün. Təəssüf ki, kiminsə sizin xeyirxahlığınızdan sui-istifadə etməyə çalışması riski var, gün şəxsi münasibətlər baxımından əlverişli olacaq. Köhnə tanışlarla və ruhən sizə yaxın olan digər insanlarla ünsiyyət üçün əlverişli zamandır. Mübahisə etdiyiniz insanlarla barışacaqsınız, dostlarınızın niyə belə hərəkət etdiyini başa düşəcəksiniz. Günün ortası xoş tanışlıqlar vəd edir. Gözlədiyinizdən daha çox iş olacaq. Bu yaxınlarda ortaya çıxan tamamilə yeni vəzifələr artıq planlaşdırılan tapşırıqlara əlavə edilə bilər. Onların öhdəsindən dərhal gəlmək mümkün olmayacaq. Siz narahat olacaqsınız, amma mütləq məqsədinizə çatacaqsınız.
Ox atan. Gün ünsiyyət üçün çox əlverişli olacaq. Romantik və ya dostluq münasibətlərinin başlaya biləcəyi qeyri-adi görüşlər, tanışlıqlar mümkündür. Bu gün yaxşı təəssürat yaratmaq üçün çox çalışmaq lazım deyil. Hətta adətən başqalarına qarşı çox tələbkar olan, yalnız başqalarının çatışmazlıqlarını görən insanlar da sizi bəyənəcəklər. Biznesdə uğur ehtimalı var, bəzi çətinliklər yarana bilər, lakin onlar sizi qorxutmayacaq, planlarınızdan daha əvvəl imtina etməyə məcbur etməyəcəklər. Axşam saatlarında işlə bağlı maraqlı fikirlər yaranacaq. Bugün üçün nə planlaşdırırsanız da ilk növbədə öz gücünüzə güvənməyə çalışın. Çətin ki, kimsə vaxtında köməyinizə gəlsin, ehtiyac duyduğunuz anda işlərinizi dəstəkləsin. Başqalarının bilmədən işinizə müdaxilə etməsi, çətinliklər yaratması ehtimalı daha yüksəkdir. Şəxsi münasibətlər ahəngdar şəkildə inkişaf edəcək. Yaxınlarınızla fikir ayrılığı olmayacaq, sizin üçün əziz olan adamlarla hər işdə tez razılaşacaqsınız. Dərhal razılaşacağınız gözlənilməz təkliflər mümkündür. İşgüzar münasibətdə olduğunuz insanlarla mübahisələrdən, bəzi mühüm razılaşmaların pozulmasından qaçmağa çalışın. Bir neçə düşüncəsiz söz, gələcək birgə işə mane ola biləcək ciddi bir münaqişəyə səbəb ola bilər. Ciddi məsələlərin müzakirəsini təxirə salmaq daha yaxşıdır. Özünüzün tək başına idarə edə biləcəyiniz işlərə diqqət yetirin. Burada şübhəsiz ki, əla nəticələr əldə edəcəksiniz. Gün şəxsi münasibətlər baxımından əlverişli olacaq. Xoş tanışlıqlar mümkündür, onlardan biri romantik bir davam ala bilər. Bugün başqalarını demək olar ki, özünüzdən daha yaxşı başa düşəcəksiniz. Hətta təmasda olmaqdan çəkinən, özləri haqqında heç nə deməyən və heç bir emosiya nümayiş etdirməməyə çalışanlarla belə anlaşmaq mümkün olacaq. Hər kəsə münasibət tapmaq bacarığınız ətrafdakı insanlarda silinməz təəssürat yaradacaq. Sizinlə əvvəllər ünsiyyətdə olmayan insanlar nələri itirdiklərini başa düşəcəklər. Siz sadəcə istirahət edə və yaxşı vaxt keçirə bilərsiniz. Amma ulduzlar bugün faydalı iş görmək istəyən oxatanlar üçün xüsusilə əlverişli olacaq. Bürcün işgüzar nümayəndələrini böyük uğurlar gözləyir. Gün işgüzar danışıqlar, müttəfiqləriniz kimi görmək istədiyiniz insanlarla ünsiyyət üçün münasibdir. Yaxşı təəssürat yarada biləcəksiniz, ideyalarınızdan elə danışacaqsınız ki, onlara heç kim biganə qalmayacaq. Köhnə tanışlardan xoş xəbərlər gələ bilər. Bir vaxtlar əməkdaşlıq etdiyiniz insanlar yenidən maraqlı nəsə təklif edə bilərlər. Çoxlu yeni ideyalar və planlar ortaya çıxacaq, lakin düşünülmüş hər şeyi dərhal həyata keçirmək mümkün olmayacaq. Hədəf yolunda gözlənilməz gecikmələr mümkündür. Bununla belə, onlar sizi planınızdan əl çəkməyə məcbur etməyəcəklər. Oğlaq. Bugün çox impulsiv olacaqsınız və tez əsəbləşəcəksiniz. Bu, başqalarını çox təəccübləndirəcək, bəziləri isə ciddi şəkildə qəzəblənəcək. Ancaq ünsiyyətdə hələ də ciddi problemlər olmayacaq. Ən vacib anlarda emosiyaların öhdəsindən gələcəksiniz, düzgün davranacaqsınız. İşlə bağlı qərar verməyə tələsməmək daha yaxşıdır, daha çox məlumat toplamağa dəyər. Çox güman ki, qeyri-adi tanışlıqlar, köhnə dostlarınız kimi olmayan qeyri-adi insanlarla görüşlər baş tutacaq. Romantik münasibətlər başlaya bilər, bəziləri sevgidən başlarını tamamilə itirə bilərlər. Bugün soyuqqanlılığınızı qorumaq həmişəkindən bir qədər çətin olacaq. Ətrafınızdakı insanlar həmişəkindən daha tez-tez işlərinizə qarışa bilərlər və bunu həmişə nəzakətlə etməyəcəklər. İstənilməyən məsləhət, lazımsız tənqid ciddi şəkildə qıcıqlandıracaq. Ancaq siz yenə də xoş niyyəti saxlaya bilsəkizləyəcəksiniz. Yaxşı olar ki, hər hansı vacib məsələnin müzakirəsini axşama təxirə salasınız. Bu saatlar ünsiyyət üçün daha əlverişli olacaq. Həm də yaradıcı yanaşmaq, təxəyyül və qeyri-standart baxış tələb edən təhsil və dərslər üçün uyğun zamandır. Hətta əvvəllər çətin olan işlərin öhdəsindən gələ bilərsiniz. Həm sizi, həm də müttəfiqlərinizi çoxdan narahat edən məsələlər uğurla həll olunacaq. Ən yüksək səviyyədə işgüzar görüşlər yaxşı keçəcək. Adətən çox tələbkar olan və başqalarında ən kiçik qüsurları belə görən insanlarda xoş təəssürat yaradacaqsınız. Uzaqdan xoş xəbərlər, imtina etmək istəməyəcəyiniz maraqlı təkliflər ola bilər. Köhnə dostları görmək imkanı olacaq, onlar mütləq maraqlı bir şey təklif edəcəklər. Bugün soyuqqanlılığınızı qorumaq bacarığı sizə çox faydalı olacaq.
Xüsusilə səfərlər və ya görüşlər planlaşdıranlar üçün bu gün asan olmayacaq. Nələrsə plana uyğun getməyə bilər, çaşqınlıq yarana bilər, bu da gecikmələrə səbəb olacaq. Hər şeyi başa düşəcəksiniz, amma bunun üçün səy və səbr lazımdır. Yaxınlarınız sizi həmişə düzgün başa düşməyəcəklər. Ancaq ən sadə məsələləri dəfələrlə izah etməli olsanız belə, onlara qəzəblənməyəcəksiniz. Günün əvvəlində ünsiyyətdə xoşagəlməz məqamlar istisna edilmir, lakin axşama yaxın hər şey mütləq öz yoluna düşəcək. Gün asan olmayacaq. Məqsədlərinizə çatmaq üçün əzm lazımdır, hər şey dərhal nəticə verməyəcək. Anlaşılmazlıqların dərhal aradan qaldırılması çətin olacaq, eləcə də bezdirici səhvlər ola bilər. Ancaq vəziyyəti yaxşılığa doğru dəyişdirmək üçün nə etmək lazım olduğunu tez başa düşəcəksiniz. Səhər işdə təşəbbüsü ələ almaq, işə diqqət yetirmək faydalı olacaq. Günortadan sonra bir çox oğlaqlar üçün şəxsi münasibətlər ön plana çıxacaq, burada yaxşılığa doğru nəzərə çarpacaq dəyişikliklər mümkündür. Dolça. Gün işgüzar ünsiyyət, danışıqlar, potensial işə götürənlər və investorlarla görüşlər üçün əlverişli olacaq. Fikir və planlarınızdan elə danışacaqsınız ki, onlara heç kim biganə qalmayacaq. Tezliklə dostunuza çevriləcək yeni müttəfiqlər tapmağınız mümkündür. Günün ikinci yarısı çoxlu qeyri-adi ideyalar gətirəcək. Onların həyata keçirilməsində tələsməmək daha yaxşıdır. Özünüzə hər şeyi düşünmək üçün vaxt verin, ən yaxşı şəkildə necə hərəkət edəcəyinizi anlayın. Təcrübə və biliyinə etibar etdiyiniz insanlarla məsləhətləşmək faydalı olacaq. Gün iş üçün uğurlu olacaq. Çətin işlərlə, o cümlədən əvvəllər alınmayan işlərlə məşğul ola bilərsiniz. Ən cəsarətli və qeyri-adi ideyalarınız belə dəstək alacaq. Tezliklə bugün tapdığınız tərəfdaşlarla dostlaşacaqsınız. Bu, heyrətamiz romantik hekayələrin başlanmasına səbəb ola bilər. Maliyyə və əmlakla bağlı hər işdə intuisiyanıza arxalana bilərsiniz, o sizi məyus etməyəcək. Yaxşı alış-veriş etmək şansınız olacaq. Şübhəsiz ki, uzun müddət sizi məmnun edəcək şeylər seçəcəksiniz və onlara çox pul xərcləməyəcəksiniz. Gün çoxlu narahatlıq və həyəcan gətirəcək. Bir çox dolçalar üçün xüsusilə yorucu görünəcək, çünki bürcün nümayəndələri bir anda bir neçə məsələni həll etməli, həm özlərinin, həm də başqalarının işləri ilə məşğul olmalı olacaqlar. Ancaq səyləriniz boşa çıxmayacaq və əlbəttə ki, əldə edə biləcəyiniz nəticələrdən razı qalacaqsınız. Bəzi gözlənilməz hadisələr, heyrətamiz təsadüflər, sizdə güclü təəssürat yaradacaq görüşlər ehtimal olunur. Köhnə dostlar sizi ziyarətə gələ bilərlər. Köhnə əlaqələri bərpa etmək, mübahisə etdiyiniz şəxslərlə barışmaq şansınız olacaq. Gün görüşlər və tanışlıqlar, xoşladığınız insanlarla ünsiyyət üçün əlverişli olacaq. Baxışları sizinkindən fərqli olanlarla mübahisəsiz əməkdaşlıq etmək, yeni rəqibləri öz tərəfinizə çəkmək mümkün olacaq. Ola bilsin ki, uzun müddət davam edən düşmənçiliyin yerində qarşılıqlı rəğbət yaransın. Bugün diqqətinizi faydalı bir işə yönəltmək çətin olacaq. Hərdən diqqətiniz xırda detallara yayınacaq, bəzən isə sadəcə xəyallarda uçacaqsınız. Özünüzü qınamayın, sadəcə istirahət etməlisiniz. Günün başlanğıcı stresli ola bilər. Bu zaman başqalarını düzgün başa düşmək, həqiqətən nə istədiklərini təxmin etmək sizin üçün çətin olacaq.